Əziz dostlar, dəyərli tamaşaçılar, bugünkü gün tarixdə yanvar ayının 26-sı 2026-cı ildə beynəlxalq status almış muğam mərkəzimizdə Laçının gözəl insanı, gözəl oğlu, özü də Murad, qəlbi də Murad olan Murad Laçınlının ifasında bir daha burada bayaqda Şiraz təsnifini dinlədik və gözəl onun ifasında növbəti mahnını ərmağan elədi bizə və biz də bundan feyziyab olduq. Mən sizi təbrik edirəm, əziz. Uğurlar olsun. Sizin ifanızda dəfələrlə Azərbaycan televiziyasında və digər kanallarda muğamatımızın bizə gəlib çıxan bu gözəl hissəsini barəmizdə həmişə, ifanızda həmişə dinləmişik. Və bundan da xüsusi olaraq mən feyziyab olmuşam. Hər səs muğam üstündə oturmuş. Qədir Rüstəmovun səsi necə Sona bülbüllərinə yaraşırdısa, sizin də səsiniz xüsusilə bayaqda Şiraza belə yaraşır. Təbrik edirəm siz. Var olasınız. Sağ olun.